Salamünaleyküm, əziz dostlar, hörmətli torpaq severlər. Bu günləri biz sizə izah edəcəyimiz qablar Türkiyə istehsal olan belə lotkalar var. Nə bilim belə 4-3 qablarımız var. Batxovka üçün belə 4-3 qablar var. Balacası var, ortası var, böyüyü var. Hər cürə qablar var burada. Türkiyə istehsal olan glazurlu qablardır. Bunlar glazurlu qablardır. Belə qara sütlas qabları var, səviyyəli, keyfiyyətli, super mallar var bizdə var beləsinə. Belə mallar yoxdur burada. Sonra gəlirik burada, bu lotkalar var, belə qurşun lotkalar var. Bax, çox gözəl və dəyərli, istəyə davamlı lotkalardır bunlar, qalın. Baxın görün nə qalınlığındadır. Burada bizdə Türkiyənin hər cürə malları var və birbaşa zavoddan aldığımız üçün, zavoddan gətirdiyimiz üçün. Bizdə uzun illər də bu işlə məşğul olduğumuz üçün bizə güzəştli şərtlərlə, endirimli qiymətlərlə mal alıb gətirib satırıq. Ona görə də bizə sərf edir. Yəni Azərbaycanda biz elə Türkiyənin elə firmaları var ki, biz Azərbaycanda türklərin dili ilə desək, onların bayı deyirlər, onlar bayı deyirlər, belə bir söz deyirlər. Nə dərəcədə düz dedim, düz demədim daha üzr hesab elə. Bizdə belə Türkiyənin belə dərin qabları var, şirəli qablardır bunlar. Biskivit sat bişirməyə, xanımların zövqünə uyğun top qəzalı qoymağa belə qablar var. Amma orqanik deyil, onu biləsiniz ki, yəni orqanik deyil, şirəlidir bunlar. Ondan sonra keçdik, gəldik, bizdə bu belə Ukrayna variantı olan qablar var. Nə bilim, dünən sizə dedim, dünənki videoda dedim, bunun bişirilən yemək, bunda bişirilən yemək, salyanka yeməyidir, nə bilim, dolmadır, o birisidir. Dünənlər sözümüz yarımsız qaldı. Bu günlər sizə izah edirəm. Ki, yəni, bunda çox yeməklər bişirilir, narko vurmadır, o birisidir, çox yeməklər bişirilir və açıq oda bunlar davamlıdırlar. Keçdik, gəldik, bizdə burada sütlas qablarımız var. Sütlas qablarını biz 6 dənəsini 5 manat 50 qəpiyə veririk. 5 manat 50 qəpiyə. Kim istəsə, Türkiyə istehsalıdır, Allah şahiddir. Bunlar Türkiyə istehsalıdır. Kim istəsə, yəni buyurub gəlib götürə bilərik. 5 manat 50 qəpiyə. 6 ədədi 5 manat 50 qəpiyə. Yəni 90 qəpikdən də aşağı düşür də, belə bir şeydir. Sonra bu beləsi var, 1 manata. Hər cürə sütlas qabları var bizdə. 75 qəpiklik də qurtarıb bir həftəyə 10 günü o 75 qəpiklik də olacaq onlar inşallah. 75 qəpiliyi də özümüz istehsal edirik. Burada istehsal olunur. Belə işlər. Sonra belə keçən dedim mən sizə, kofe dəmləyən var. Super kofe dəmləyən.